mən məsəl üçün oruç tutanda başa düşdüm ki, sanki oruçda gözümün piyi yeyilir. Gözüm daha aydın görməyə başlayır. Günün sonuna doğru isə ümumiyyətlə nəfs qarşısı alındığı üçün ruh sanki biraz daha önə çıxa bilir. Belə bir şey alınır adamda. Bunun faydası çox böyükdür təmizlənmə məsələsinin. Təmizlənmə uğurun təməlidir. Hər hansı bir uğurun təməlidir. Məsələn, həkimlər əməliyyat aparırlarsa, mütləq təmizlik orada uğurun şərtidir də, steril olmalıdır hər şey. İnsan üçün də bu belədir. İnsanların biriləri bir çox əməllər görürlər. Karyerasına yazır ki, 10 dənə kitab yazır, nə bilim 150 dənə məqalə yazıbdır, ondan sonra dağ üstə aşırıb. Bütün bu işlər hamısı puç ola bilər, əgər bunun arxasında təmizlik yoxdursa. Amma 4 dənə balaca, 1 dənə, 2 dənə hətta balaca bir iş görərsən, arxası təmizdir deyə bu çox böyük uğur verə bilər insanlara. Hər hansı gözəlliyin də arxasında təmizlik durursa, o 1-ə 1000 artır hər insanların gözündə. Ona görə təmizlik mənim üçün təməldir, düşünürəm və Allah da bunu insanlara qoyubdur. Oruçda mən təmizlənmək ayı kimi baxıram oruca.